Hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi sizə 12 oktyabr 2025-ci il tarixində Güvən Nəşrlər tərəfindən keçirilmiş 11-ci sinif 1-ci qrup riyaziyyat suallarının izahatını verəcəm. Eyni zamanda 2-ci qrup situasiya suallarının izahatını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq ilk sualdan. 2 növ duz və sudan ibarət məhlulun 10% birinci növ duz və 20% ikinci növ duz. Bu məhluldakı su miqdarı 210 qram olarsa, birinci növ duz neçə qramdır? Burada nəyə diqqət etmək lazımdır? Məhlulun içərisində birinci növ duz var, birinci növ duz, ikinci növ duz, bir də su var, su. Yəni birinci növ duz 10%'dir. İkinci növ duz 20%'dir. Yerdə qalır 70%, o da su olacaq. Su. Suyun miqdarını 210 verib. Yəni deyir ki 70%'i 210'dur. Bizdən də soruşur birinci növ duz. O da nə deməkdir? 10%. 10%'ini soruşur. 10%'de olsun x. Aydın məsələdir ki bu düz mütənasib kəmiyyətlərdə nisbət sabitdir. Yəni 70'in 210'a nisbəti bərabərdir 10'un x'ə nisbəti. Burada 70 ilə 210 ixtisar gedir 70'ə. 3'də 1 alınır. Tənasübdür. Kənar hədlərin hasılı orta hədlərin hasılına bərabərdir. Kənar hədlərin hasılı x'dir. Orta hədlərin hasılı isə 30'dur. Yəni doğru cavab olacaq burada 30. Yəni B variantı. Keçək növbəti ikinci suala. Aşağıdakı ədədlərdən hansı 9'a qalıqsız bölünür? Ədədin 9'a bölünməsi üçün rəqəmləri cəmi 9'a bölünməlidir. Baxan kimi görünür. D variantıdır burada. Rəqəmləri cəmi 9'a tam bölünür. Ona görə həmin ədəd 9'a bölünəcək. Üçüncü sualımız. AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. AB parçası üzərində C nöqtəsi. Burada C nöqtəsini qeyd edeyim. C nöqtəsi qeyd olunmuşdur. AB-ni bizə verib A. AC-ni bizə verib B. B. A nöqtəsindən CB parçasının orta nöqtəsinə qədər olan məsafəni A və B ilə ifadə edin. Yəni CB-nin ortası olsun burada. Yəni bizdən elə bil ki, bura bir dənə D deyim. Bizdə elə bil ki, AD-ni soruşur burada. AD-ni soruşur və AD-ni də soruşur. Aynən B-dən asılı. Yəni A və B-dən asılı olmalıdır. Burada nəyə baxırıq? AB-nin ümumi uzunluğu A olduğu üçün, AC-nin də uzunluğu B olduğu üçün BC olacaq, bu məsafə olacaq, BC məsafəsi olacaq. Aynən B-nin fərqi. D orta nöqtə olduğu üçün CD olacaq A açıq B-nin fərqinin, yəni A açıq B-nin yarısı. Bu da olacaq A açıq B-nin yarısı. Deməli, buradan görünür ki, AD bərabərdir AC plus CD. AC bizdə B-dir. CD də bizdə nədir? A açıq B-nin yarısı. Bu da bərabər 2'də 2B üstə gəl A çıx B. Yəni olacaq A plus B'nin yarısı. Doğru cavabımız olacaq burada B variantı. Dördüncü sual. Kəsirlərini müqayisə edin. Burada nəyə baxırıq? Əvvəlcə A ilə B-ni müqayisə edək. Sürətləri eynidir. Sürətləri eyni olan kəsirlərdən məxrəci kiçik olan daha böyükdür. Yəni burada A B-dən nədir? Böyükdür. Çünki sürətləri 7-də eynidir. Məxrəci kiçik 11'dir. Ona görə A B-dən böyükdür. İndi isə A ilə C-ni müqayisə edirəm. A ilə C-ni. Məxrəzləri eynidir. Məxrəzləri eyni olan kəslərdən sürəti böyük olan daha böyükdür. C-nin sürəti böyük olduğu üçün C də A-dan böyükdür. C də A-dan böyükdür. Deməli C A-dan böyük, o da B-dən böyük. Doğru cavabımız olacaq burada C variantı. C A'dan, o da B'den böyükdür. 5-ci sual. ACB düzbucaqlı üçbucağında ACB 90 dərəcədir və CDB 74 dərəcədir. AB ilə 2CD bərabərdir. AB 2CD. Yəni mən bura A desəm, bura olacaq 2A. 2A və bərabərdir. Deməli bizdən bu bucağı soruşur. X nəyə bərabərdir? Burada mən nə edəcəm? C
C təpəsindən median çəksəm, median C-yə medianı. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkmiş median hipotenuzun yarısıdır. Hipotenuzun yarısı. Yəni bura olacaq nə? Bura olacaq A. Və özü də hipotenuzu yarıya bölür. Hipotenuzu yarıya böldüyü üçün AY ilə YB bərabərdir. Deməli burada olacaq A. İndi baxırıq nəyə? Burada CDY bərabər yanlı üçbucaqdır. CDY bərabər yanlı üçbucaqdır. Bura 74 dərəcədirsə, burada olacaq 74 dərəcə. 74 dərəcə. Bura y-dirsə, burada y olacaq. Çünki burada CYB də bərabər yanlı üçbucaqdır. Yəni bərabər yanlı üçbucağın iki daxili bucağın cəmi, yəni y ilə y-in cəmi ona qonşu olmayan, yəni onlara qonşu olmayan xarici bucağı, yəni 74-ü verəcək. Deməli y 37 dərəcədir. Digər tərəfdən də düzbucaqlı üçbucaqdan x ilə y-in cəmi 90 dərəcədir. İndi y 37 olduğu üçün x plus 37 dərəcə bərabər 90 dərəcəyə, x bərabərdir 53 dərəcəyə. Yəni doğru cavab burada olacaq 53 dərəcə, yəni B variantı. 6-cı sual. Birinci traktor sahanın 20%-ni şumladı. İkinci traktor qalan sahanın neçə faizini şumlamalıdır ki, birinci traktor ilə eyni qədər sahanı şumlamış olsun. İndi baxaq. Birinci traktor elə ki, normalda 100%-dirsə, bu bunun 20%-ni görüb. Yerdə qalıb 80%-i qalıb da. 80%-i. İndi deyir ki, ikinci traktor qalan sahanın neçə faizini şumlamalıdır ki, birinci traktor ilə eyni qədər sahanı şumlamış olsun. Yəni, bu qədər şumlamalıdır. İndi mən tapmalıyam ki, bu 20-80-in neçə faizidir? Mən buradan tapıram ki, 20-80 hansı hissəsidir? 20-80-ə bölürəm. 4də bir hissədir. Bu da eləcə 25%. Yəni, doğru cavab burada 25%-dir, yəni Y variantı. 7-ci sualımız. 2 müsbət qarşılıqlı tərs ədədin həndəsi ortasını tapın. Deməli, 2 müsbət qarşılıqlı tərs ədəd. Yəni, biri A-dırsa, digəri 1 böl A olacaq. Həndəsi ortası olacaq. 2 ədəd olduğu üçün kvadrat kök altında A vurulsun 1 böl A. Bu olacaq kök altında 1 və nəticə olacaq 1. Yəni, doğru cavab olacaq C variantı. 8-ci sual. İfadəsinin qiymətini hesablayın. Burada 5-3-ün kvadratını çıxarsam mötərizə xaricinə, 5-3-ün kvadratını çıxarsam ilk ikisindən qalır 5-də 3, üstəgəl 5-də 2. Üstəgəl 5-də 3, 5-də 3. Vurulsun 5-də 2, üstəgəl 5-də 3. İndi 5-də 3-dən 5-də 2-nin cəmi, yəni bu mötərizənin içərisi 1-dir. Onda qalır 5-də 3-ün kvadratı. Üstəgəl 5-də 3 vurulsun 5-də 2, üstəgəl 5-də 3. İndi burada 5-də 3-ü çıxardıram mötərizə xaricinə, 5-də 3-ü çıxardıram. Qalır 5-də 3, üstəgəl 5-də 2, üstəgəl 1. Bu da bərabərdir. 5-də 3 vurulsun. İndi 1-i mən 5-də 5 yaza bilərəm də burada 5-də 5. Onda toplayanda nə olacaq? Toplayanda məxrəc yerində qalacaq, sürətdə alınacaq 10. 3, 2, 5 olacaq 10. İndi burada alınır ki, burada 10 ilə 5 ixtisar gedir. 1 burada 2. 3 dəfə 2, 6 böl 5. Olacaq 1,2. Yəni doğru cavabımız burada B variantı 1,2-yə bərabərdir. 9-cu sual. Hansı müsbət ədədi 3, 5, 7 nisbətində böldükdə alınan ədədlərin ən böyüyü ilə ən kiçiyin fərqi 20 olar? Deməli, biri 3K-dır, digəri 5K-dır və sonuncusu 7K-dır. Ən böyüyü ilə ən kiçiyinin fərqini verib neçə? 20. Yəni 7K ilə 3K-nın fərqini bizə verib 20. Buradan alınır 4K bərabərdir 20-yə. K neçədir? K 5 alınır. K 5. İndi bizə deyir ki, hansı ədədi, müsbət ədədi? Yəni bizdən bunların cəmini soruşur. 3K plus 5K plus 7K-nı soruşur. Bu da bərabər onu toplasaq 15K edir. K da 5 olduğu üçün 15-i 5-ə vuranda nəticə olacaq 75. Deməli, doğru cavabımız burada nədir? 75-dir. 10-cu sual. 140
və 196 ədədlərinin ortaq bölənlərin sayını tapın. Burada ortaq bölənlərin sayını tapmaq üçün əvvəlcə, ilk öncə biz onların ən böyük ortaq böləni tapmalıyıq. Ən böyük ortaq böləni 140, 196. Baxıram, hər ikisi 14-ə bölünür. 14'ü çıxarsam burada mütərizə xəricinə, əbob, 10 və 14 qalır. Sonra baxıram ki, 2 ortaq var. 14 vur 2, vurulsun əbob, 5, 7. 5, 7. 5'dən 7 qarşılıqlı sadadır. Qarşılıqlı sada olduğu üçün əbobları 1 olacaq. Yəni, bura 1 olduğu üçün, yəni əbobları 1 olduğu üçün və nəticə alınacaq neçə? 28. 14 dəfə 2, 28. Deməli, 140 ilə 196'nın orta bölənlərin sayı 128'in natural bölənlərin sayı deməkdir. 28'in də natural bölənlərin sayını tapmaq üçün əvvəlcə 28'i sada vurula ayırmaq lazımdır. 28'də eləyəcək 2 üstü 2, 7 üstü 1. Natural bölənlərin sayı tapmaq üçün qüvvətlərin üzərinə 1 gəlib hasil tapmalıyıq. 2 plus 1, 1 plus 1. Bu da bərabərdir 3 vur 2. Nəticə olacaq 6. Yəni doğru cavab burada 6'ya bərabərdir. 11-ci sual. AB CD'ye paralel, o da YF paraleldir. ABO 106 dərəcədir. FYO bucağı 130 dərəcədir. OC parçası BOY'nin tən böləni olarsa, şəklə əsasən OCD'ni deyir tapın. Burada nəyə baxacağıq? Bu tip suları yazmaq üçün rahat yolu nədir? Bu O nöqtəsindən verilən düz xətlərə paralel bir düz xət keçirsəm əgər, məsələn, bu bucaq daxili bir təfri bucaqlardır. Cəmləri olmalıdır neçə? 180 olmalıdır. 106 olduğu üçün demək, bura 74 dərəcədir. Eyni zamanda bu bucaqla da bu bucaq daxili bir təfri bucaqlardır. Cəmləri olmalıdır 180. Demək, bura olacaq neçə? 50. İndi 50 ilə 74'ü toplasam 124 dərəcə. Deməli, mən artıq buranı tapa bilərəm də bu bucağı. 180'dən 124'ü çıxsam, çünki bura ümumi açıq bucaqdır deyə 180'dən həmin hissəni çıxmalıyam. Bu da bərabərdir 56 dərəcə. 180'dən 124 çıxanda 56 dərəcə. 56 dərəcə olduğu üçün OC tən böləndə 28. Bura 28. Burada 28. İndi burada bu C bucağı ilə buradakı bu bucaq çarpaz bucaqlardır, daxili çarpaz bucaqlar. Yəni 28 ilə 74'ün cəmi. Bu da bizə verir neçə? 102 dərəcə. Yəni doğru cavab burada olacaq D variantı 102 dərəcə. 12-ci sual. AB 2 rəqəmli ədədi onların sayından 14 dəfə böyük olarsa, yəni AB bərabər onların sayından, onluq nə demək? A. Bərabər 14A olarsa, B-nin mümkün qiymətlərin cəmini tapın. 10A plus B bərabər 14A-ya, B bərabər 4A-ya. Deməli, A 1 ola bilər. A 0 ola bilməz təbii ki. A 1 olacaq, B olacaq 4, A 2, B olacaq 8. A-nın yerinə mən 3 yazsam, B olacaq 12. Bu artıq yanlışdır. Niyə? Çünki A da B də rəqəmdir. Deməli, B ancaq 4 və 8 ola bilər. B-nin də ala biləcəyi mümkün qiymətlərin cəmi 4 ilə 8'in cəmi 12. Yəni doğru cavab olacaq C variantı. 13-cü sual. Yan tərəfi 7 sm, oturacağı A sm olan bərabər yanlı üç bucaq A-nın isə tam qiymətində kör bucaqlı üç bucaqdır. Bərabər yanlı üç bucaq deyir. Yan tərəfi 7'dir. Oturacaq da A-dır. Bu da alfadır. İndi kör bucağın şərti yazmalıyam. Alfanın qarşısındakı tərəf, yəni A, kiçik olmalı digər iki tərəfin cəmindən, böyük olmalı kök altında 7'nin kvadratı plus 7'nin kvadratından. Çünki bura 90 olanda, bu bucaq, alfa bucağı 90 olanda, A bucağı kök altında bunların kvadratları cəmidir. Bura 90'dan böyük olduğu üçün A da kök altında bunların kvadratları cəmidən böyük olacaq. Onda burada alınır kökdə 98 kiçikdir A-dan, o da kiçikdir 14'dən. Burada deyilir 9 tam neçəsə. Kiçikdir A, o da kiçikdir 14. A-nın deyir neçə tam qiymətində. Tam qiymətlər hansıları burada? 10'dur,
11'dir, 12'dir, bir də 13'dür də. 4 dənə burada tam qiymət var. Ona görə doğru cavab nədir burada? D variantında verilib. 14-cü sual. Aşağıdakı çoxluqlardan hansıları A çoxluğunun A çoxluqlarıdır? Burada məlum məsələ. İki hər hansı bir iki dənə çoxluq götürəcəm burada. Bu şəkildə. Baxın, deyir ki, A ilə B-nin fərqi. A ilə B-nin fərqi bu hissədir. A ilə B-nin fərqi bu hissədir. A ilə B-nin fərqi bəli, A-ya daxildir. Ona görə A ilə B-nin fərqi doğrudur. A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsi buradır. A ilə B-nin kəsişməsi buradır. A ilə B-nin kəsişməsi A-ya daxil olduğu üçün bu da doğrudur. B ilə A-nın fərqi. Baxın, B ilə A-nın fərqi A-ya daxil deyil. Bu yanlışdır. A ilə B-nin birləşməsində B ilə A-nın fərqi olduğu üçün bu da doğru deyil. Deməli, burada cavab nədir? 1 ilə 2-dir. Doğru cavab A variantı. 1 ilə 2-yə bərabərdir cavab. 15-ci sual. Cədvələ əsasən x, y hasilini tapın. Ədəd verib A, tam hissəsi -3, kəsr hissəsi də verib 0.6. Ədədin özü bərabərdir onun tam hissəsi ilə kəsr hissəsinin cəminə. Yəni -2,4. Bu A-mız. B də bərabərdir. -5 plus 0,5. Bu olacaq -4,5. İndi AB hasili. A vurulsun B bərabərdir. -2,4'ü vurmalıyıq 4,5'ə. -4,5'ə. -4,5 bərabərdir. Müsbət eləyəcək. Yazıram 24/10. Vur 45 bölünsün nə? 10'a. Şimdi burada 5'e ixtisar olunacaq. 5'e burada bölünür neçə dəfə? 5'e bölünəndə 9 dəfə. Burada 2 dəfə. 2 dəfə. 2 ilə də 24'ü ixtisar eləyəcəm. Burada 1, burada 12. Bu şəkildə saxlayacağım artıq. 12'ni 9'a vuranda 108. Bölünsün nəyə? 10'a. 108'i də 10'a böləndə 10,8. Deməli, AB hasili 10,8'dir. 10,8. Tam hissəsi 10'dur. Tam hissəsi 10'dur. Kəsr hissəsi 0,8'dir. Ona görə x, y hasili olacaq. 10'u 0,8'e vuranda 8 olacaq. Doğru cavab burada B variantı. Yəni 8'e bərabərdir. Qəşəng bir sualdır. 16-cı sual. A, B və C müsbət ədədlərdir. A ilə B-nin nisbəti B ilə C nisbətinə bərabərdir. Və A ilə C nisbəti verib 4,9 olarsa, B və A nisbətini soruşur. Burada tənasübdür. Kənar hədlərin hasili, yəni A vur C, bərabərdir orta hədlərin hasili, yəni B kvadratına. Baxırıq ki, burada A bərabər 4K-ya, B də bərabər 9K. B deyirəm, üzr istəyirəm, C. C də 9K-dır. Gətir buraya yenə yazsaq, 4K vur 9K bərabərdir B kvadratına. B kvadrat bərabərdir 36K kvadratına. İndi ABC müsbət olduğu üçün mən B-ni burada müsbət götürəcəm. B olacaq 6K. Yəni -6K yazmaya ehtiyac yoxdur. B 6K'dır. B böl A nisbəti. B böl A bərabərdir 6K. A neçədir bizdə? A 4K'da axı. Böl 4K. 6'nın 4'ə nisbəti. Bu derece 1,5. Yəni doğru cavabımız burada C variantı 1,5'ə bərabərdir. 17-ci sual. İki xarici bucağının cəmi 252 dərəcə olan üç bucağın bu bucaqlara qonşu olmayan daxili bucağını tapın. Əvvəlcə üç bucaq çəkirəm. Üç bucaq. Bura x deyirəm. Bura y deyirəm. Bura z deyirəm. İndi x ilə y-in cəmini verib 252 dərəcə. Biz bilirik ki, üçbucağın xarici bucaqların cəmi 360'dır. Deməli, z bərabər olacaq 360'dan çıxmalıyıq 252'ni. Bu da olacaq neçə? 108 dərəcə. Z 108 dərəcədirsə, indi deyir ki, bu bucaqlara qonşu olmayan, yəni x ilə y-ə qonşu olmayan, z-ə qonşu olan bucaqdır. Yəni bizdən bu daxili bucağı soruşur. İndi burada da z-ə qonşu olan daxili bucaq 108 z olduğu üçün burada olacaq 72 dərəcə. Yəni doğru cavabımız burada olacaq. Nədir? A variantı 72 dərəcə. 18-ci sual. A çoxluğu sürəti 1 olan adi kəsrlər çoxluğudur. Məxrəci 152 olan
düzgün kəsrələrin neçəsi açıq daxildir. Deməli, sürətə mən x deyirəm. Məxrəcdə 152-dir. Yəni x 152-dən kiçik olmalıdır. İndi sürətin 1 olması üçün 152 x-ə bölünməlidir ki, 152 x-ə bölünməlidir ki, sürətdə 1 alınsın. Deməli, 152-nin naturalbenlərin sayı lazımdır mənə birinci növbədə. Sonra həmin naturalbenlərin sayından 1 çıxacam. Çünki sürət x 152 ola bilməz. X 152-dən kiçik olmalıdır. 152-ni sağa vurarsak 2-yə 76, yenə 2-yə 38, yenə 2-yə 19, 19 19-a 1. Deməli, 152 bərabərdir 2-nin kubu vurulsun 19 üstü 1. Natural bölən sayı bayaq dedik ki, qüvvətlərin üzərinə 1 gəlib hasil tapmalıyıq. Yəni 3 plus 1, 1 plus 1. 4 vur 2 bərabər 8. 8-dən natural bölən var. Deməli, burada da 1 çıxmam lazım. Çünki sürət 152 ola bilməz. Buna görə cavabımız olacaq 7-si. Yəni doğru cavab burada B variantı, Y variantı 7 dənə. 19-cu sual. Qiymətli hissəsi tərtibinə bərabər olan ən böyük ədəd aşağıdakilərdən hansına tam bölünür? Deməli, ədəd standart şəkildə yazılıbsa, ədəd R bərabərdir A vurulsun 10 üstü N. N burada tam ədəddir. Tam ədəd. Və A da 1 ilə 10 arasında yerləşir. İndi ən böyükdür. Ən böyük deyirsə, deməli, bir də qiymətli hissə, yəni A tərtib. Tərtib yəni N-ə bərabərdir. N-ə tamdır. Deməli, A da 1 ilə 10 arasında yerləşdiyi üçün, yəni A bərabərdir N, ən böyük dediyi üçün 9 verməliyəm. 9. Deməli, R bərabər olacaq. 9 vur 10 üstü 9. Deyir, hansına tam bölünür? 9-a tam bölünür. Buradan bir 9-a bölünür. 8-ə bölünəcək. Çünki bunu belə yazsaq, 9 vur 10-un kubu, vurulsun 10 üstü 6 yazsaq, 10-un kubu 8-ə bölünür. Bu da getdi. Yəni, 6-ya bölünəcək. Çünki 9-un içərisində 3 var, 10-un içərisində 2 var. 6-ya bölünəcək. 5-ə də bölünəcək. Amma 7-yə bölünməz. Çünki vurullardan heç biri 7-yə bölünmür. Nəticə 7-yə bölünməz. Ona görə doğru cavabımız burada C variantıdır. 20-ci sual. İki paralel düz xəttin kəsən əmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan biri 108 dərəcə olarsa, digərini tapın. Baxın, iki paralel düz xəttir. Bu şəkildə. Üçüncü düz xətlə kəsişməsindən daxili bir tərəfli bucaqlardan biri 108 dərəcədir. Yəni, buranı verib 108 dərəcə, digərini, yəni bizdən buranı soruşur. Daxili bir tərəfli bucaqların cəmi 180-dir. 180-dən 108 çıxsaq, cavab qalacaq neçə? 72 dərəcə. Doğru cavab A variantı. 21-ci sual. Orta xəttlərinin cəmi 24 olan bərtərəfli üçbucağın tərəfini tapın. Deməli, bərtərəfli üçbucaq deyil. İndi orta xəttlərin cəmidir. Bu şəkildə olsun. Orta xəttlərin cəmi. Orta xəttlərin cəmi 24-dürsə, bərtərəfli üçbucaq olduğu üçün orta xəttlər hansı birinə bərabər olacaq. Cəm 24-dürsə, deməli, bir irəlisi olacaq 8. Orta xətt 8-dirsə, orta xətt paralel olduğu tərəfin yarısıdır. Yəni, bura 8-dirsə, deməli, tərəf neçə olacaq? Bura olacaq 16. Tərəf 16. Bərabər üçbucağın tərəfini soruşduğu üçün cavabımız olacaq neçə burada? 16. Yəni, D variantı. 22-ci sual. A, B və C çoxluqları verilmişdir. Diaqramda rənglənmiş hissəyə uyğun elementlərinin sayını tapın. İndi baxaq. A ilə B-nin kəsişməsi. İndi A ilə B-nin kəsişməsi var. Bir də C ilə C çıxılsın, A ilə B-nin fərqi lazımdır bizə. İndi baxaq. A ilə B-nin kəsişməsi nədir? A ilə B-nin kəsişməsi. Deməli, A ilə B-nin kəsişməsində 2, 4 var. 2, 4, 2, 4, 2, 4. 1 üstə yoxdur. 2-nə 4. Deməli, A ilə B-nin kəsişməsində 2, 4 var. İndi, bu hissə isə, bu aşağıdakı hissə C çıxılsın A ilə B-nin birləşməsidir. A ilə B-nin birləşməsi. Elə element götürməliyəm ki, A ilə B-nin birləşməsində olmasın. A ilə B-nin birləşməsində olmasın. İndi baxaq. 1 var.
Yəni bir buradadır. Bir buradadır. Aynen benim kəsişməsindədir bir. 5 5 baxın B-yə daxildir. Yəni C 5 buradadır. 5 buradadır. Sonra 7. 7 də 5-in yanındadır. 7 də buradadır. 8. Baxın 8 artıq buradadır. 8 sadəcə nədir? C-yə daxildir. 8 buradadır. Bir də 9 da sadəcə C-yə daxildir. 8 9. Deməli 4 dənə olacaq. İkisi yuxarıda, ikisi aşağı 4 dənə. Doğru cavab D variantı. 23-cü sual. Aynı əmrin birləşməsinin element sayısı 48, kəsişmə 12-dir. Bizdən soruşur A çıx B fərqli element sayısı ilə B çıxaq fərqli element sayıları cəmini soruşur. Bunu yenə ən rahat yolu nədir? Venn diaqramına yazmaqdır. Venn diaqramı yazmaq. Kəsişmə 12-dir. Kəsişmə 12. Bura x, bura y deyirəm. Baxın, kəsişmə 12-ni yazdıq. Bu A, bu B. Birləşmə nə deməkdir? X üstəgəl 12, üstəgəl y deməkdir. Bərabərdir 48. X plus y bərabər olacaq. 48-dən 12 çıxanda 36. X nədir? Aynı B-nin fərqli element sayısı. Y də B-nin fərqli element sayısı olduğu üçün X plus y cəmini soruşur. Elə cavabımız burada nədir? 36-ya bərabərdir. Yəni doğru cavab burada 36-dır. 24-cü sual. Və sual belədir. X-in hansı qiymətində bucaqlara uyğun tərəfləri perpendikular olan müxtəlif növlü bucaqlar olar? Müxtəlif növlü deyirsə, deməli cəm olmalı 180. Ona görə yazırıq 3x üstəgəl 10 dərəcə, üstəgəl x plus 10 dərəcə, bərabər 180 dərəcəyə. Bura nə alınır? 4x üstəgəl 20 dərəcə, bərabər 180 dərəcəyə. 4x bərabərdir 160 dərəcəyə. X neçədir? X olacaq 40 dərəcə. Deməli, x 40 olanda bu bucaqlar olacaq müxtəlif növlü bucaqlar. Yəni doğru cavabımız burada x 40 dərəcəyə bərabərdir. 25. İki tərəfi 8 və 14 olan üç bucağın üçüncü tərəfinə çəkilən medianı m santimetr olarsa, m-in ala biləcəyi tam qiymətlərin sayını tapın. Üç bucaq çəkirik burada. Üç bucaq olsun. Bura 8-dir. Burada 14-dür. Bu da median. Median nə edir? Median tərəfi yarıya bölür. Bu da olsun M median. Mən nə edəcəm? Bu medianın tərəfi kəsdiyi nöqtədən 8 olan tərəfə və yaxud da 14 fərqi yoxdur. Birinə paralel düz xətt keçirəcəm. Paralel düz xətt. Paralel çəkdiyim üçün, 8-ə paralel çəkdiyim üçün, yəni burada orta nöqtə olduğu üçün burada olacaq orta nöqtə. Yəni yarıya böləcək. Deməli 7 bura olacaq, 7 bura olacaq. Deməli bu qırmızı xətt orta xətt olacaq. Həm bu tərəf yarıya bölür, həm digər tərəfi. Ona görə bu qırmızı xətt paralel olduğu tərəfin yarısı, yəni 8-in yarısı olacaq. Bura olacaq 4. Və salam. Bundan sonra yazacağıq artıq M kiçik 3 və bərabərdir. M kiçikdir 4-dən 7-nin cəmindən, böyükdür 4-dən 7-nin fərqinin modulundan. Yəni M yerləşir harada? 3 ilə 11 arasında. Yəni M-in ala biləcək tam qiymətlərin sayını soruşur. 10 çıx 3, 7. Deməli 7 ilə tam ədəd ola bilər. 4-dən başlayır 10-a kimi. Yəni doğru cavabımız burada 7 dənədir. Cavab 7. 26-cı sual. Ədəd oxununda 12 nöqtəsindən 8 vaid məsafədə yerləşən nöqtələrin koordinatları hasını tapın. Deməli, ədəd oxu çəkirik. 12 nöqtəsi. 12 buradadır. 8 vaid sağda ola bilər. 8 vaid solda ola bilər. Sağda isə plus 8 yazacaq. 12 plus 8. Solda isə 12 minus 8 yazırıq. Deməli, burada olacaq 20. Burada olacaq 4. Deməli, 4 dəfə 20. Nəticə olacaq 80. Yəni, doğru cavabımız burada 80-ə bərabərdir. 27-ci sual. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağı üçün uyğunluğu müəyyən edin. Deməli, düzbucaqlı üçbucaq çəkirik biz burada. Çəkə bilmədik, təbii ki. Düzbucaqlı üçbucaq. Bu düzbucaqlı üçbucaqda katetləri 6 və 8. Pifaqorla hiptenuz çıxacaq 10. Bunu bildik. Hiptenuza çəkmiş hündürlük. Birinci, hiptenuza çəkmiş hündürlük h bərabərdir. Katetlərin hasili böl hiptenuz. 6 vur 8 böl 10. Yəni
48 böl 10. 4,8. Yəni 1-ə D variantı. İkincisi, daxilə çəkməcənin radiusu balaca yer. Balaca yer bərabərdir A plus B çıx C-nin yarısı. 6 plus 8 çıx onun yarısı. Bu da bərabərdir 4-ün yarısı. Bu da olacaq 2. 2, yəni 2A variantı. Üçüncüsü, xaricə çəkməcənin radiusu, yəni böyük yer. Böyük yer hipotenuzun yarısı. Onun yarısı cavab olacaq 5. Yəni 3-ə də Y variantı uyğun gəlir. Burada hərəsinə bir uyğun gəlməlidir. Vəssalam. Gələnə baxmaya ehtiyac yoxdur. 28. Hasili 864. Ortaq olmayan sıra quralarının hasili isə 6 olan 2 natural ədədin əlkobu ilə əvvəlin cəmini soruşur. İndi nəyə baxırıq? Əlkob nəyə bərabərdir? Əlkob bərabərdir. Kök altında A vur B vur C. Əbob bərabərdir isə kök altında A vur B böl C. A vur B bölünsün C. İndi bu bərabərdir. 864 vur 6. Yəni ortaq olmayan savran hasılı C deməkdir. Bu da bərabərdir. Kök altında 864 bölünsün nəyə? 6-ya. İndi baxaq. 864'ü 6'ya vuraq və kök alaq. Yer nə çıxır buradan? Bunu mən tez zaman hesablayayım burada. Deməli, səhv çıxmasın. Deməli, kök altında 864 vurulsun 6. Və buradan çıxacaq 72. Bu 72. İndi digərinə baxaq. Bölünsün 6. Burada çıxır 12. Buradan 12 çıxır. Bizdən də bunların cəmini soruşur. 72 üstəgəl 12. Bu da bərabər neçə? 84. Doğru cavab 84. 28'de doğru cevabımız 84 oldu. 84. Bunun cevabı. 29. 320 ədədinin 0,55 hissəsi hansı ədədin 0,2/4 hissəsinə bərabərdir? Deməli, 320'nin 0,55 hissəsi bərabərdir x-in 0,2/4 hissəsinə. 320'yi vurulsun. Vurulsun. %55 ve de x vurulsun. 90'da 24 çık 2'ye. Şimdi burada 10'a x'ar eləsək, burada 10, burada 32. Sonra 55 ilə də 10 x'ar gələcək burada. 55'den 10, 5'e. Burada 2, burada 11. 5'e x'ar eləyəndə 11. 32'den 2 gələcək. Yəni sol tərəfdə alınacaq 16 vur 11. Evet, sağ tarafta x vurulsun. 90'da 22. 90'da 22. Şimdi burada 22'den 11 x'ar gələcək. Burada 1, burada 2. Ve buradan da alınır ki 16 bərabərdir. X vurulsun 90'da 2. 90'da 2 de 45'te 1 deməkdir. X olacaq 16 vur 45. Yəni 16'dan 45'in hasılı lazım bana. 16 vur 45. Cevap olacaq x bərabərdir 720. Yəni burada doğru cavab 720'ye bərabərdir. Növbəti sualımız ispat sualı 30. sual. A ədədi B ədədindən P faiz böyük, B ədədi isə C ədədindən P faiz kiçikdir. İspat edin ki, A ədədi C ədədindən P kvadratı bölü 100% kiçikdir. Deməli, A ədədi B ədədindən deyir P faiz böyük. Yəni A bərabərdir B vurulsun %100 plus P. B ədədi isə C ədədindən P faiz kiçikdir. Yəni B bərabərdir C vurulsun %100 çıxılsın P. A ədədi C ədədindən P kvadrat böl 100% kiçik olduğunu deyir, ispat edin. İndi A ilə C qalmalıdır burada. Tərəf-tərəfə vursam A vurulsun B bərabərdir. B vurulsun C vurulsun 100 plus P böl 100
O da vurulsun 100 çıxılsın P bölünsün 100. Burada beyler ixtisar gedəcək. A bərabərdir C vurulsun. Məxrəcdə alınır 100'ün kvadratı. Sürətdə alınır 100'ün kvadratı çıx P kvadratı. Bu da bərabərdir. Bu da bərabərdir. C vurulsun 1 çıxılsın P kvadratı bölünsün 100'ün kvadratı. Deməli, bu da bərabərdir. C'ni içəri vursam C vurulsun. Daha doğrusu C'ni içəri vursam C çıxılsın. C vurulsun P kvadratı bölünsün 100'ün kvadratı. Bu da bərabərdir. C çıxılsın. P kvadratı bölü 100'ün kvadratını bir də yazıram. C vurulsun P kvadratı bölü 100 bölünsün 100. Bakın artık buradan görünür ki A ədədi C ədədindən P kvadratı bölü 100% qədər nədir? Kiçikdir. Bunun da ispatı bu şəkildə. Keçək növbəti suallarımıza, situasiya sualları və ikinci qrupun situasiya sualları. Qalan bütün suallar eynidir. Məktəb 10-cu sinif şagirdləri arasında birlik yarışı keçirir. 10-cu sinifdə oxuyan qızların sayı 66'dır. Onların sayı isə qızların sayının 0,63 hissəsini təşkil edir. Deməli, qızların sayı, qız sayını verib 66 və deyir ki, onların sayı isə qızların sayının yəni 0,63 hissəsi. Yəni, oğlan sayı bərabər olacaq. Qızların sayı vurulsun 0,63. Bu da bərabərdir. 66 vurulsun 99'da 63. Burada ixtisar gedir 33'ə. Burada 3, burada 2. Sonra 3 ilə də 63 gedir ixtisar. Burada 1, burada 21. 2'ni 21'ə vuranda 42. Deməli, oğlan sayı 42 nəfər oldu. İndi ki, şagirdlər yarışda tərkibləri eyni olan hər komandada oğlanların sayı eyni və qızların sayı eyni olmaq şərti ilə komandalar şəklində iştirak edirlər. Komandalardakı şagirdlərin sayının ən az olması üçün komandaların sayı neçə olmalıdır? Şagird sayı az olması üçün komanda sayı maksimum olmalıdır. Maksimum. Eyni. Hər komandada tərkib sayıları eynidir. Yəni, oğlan sayı, qız sayı hər komanda eyni olmalıdır. Buraya komandanın maksimum sayı olacaq EBOB 66, 42. Yəni, 66'dan 42'nin EBOB'unu tapsam, bu komanda sayını olacaq maksimum. Onda bu da bərabərdir. Baxıram, hər ikisi 6'ya bölünür. 6 vurulsun EBOB 11, burada 7. 11 ilə 7 qarşılıqlı sayda olduğu üçün EBOB neçə çıxacaq? 6. Deməli, komanda sayı olacaq neçə? 6 nəfər. Daha doğrusu 6 komanda olacaq. Növbəti sual. Bunlar bizə lazım olacaq. Deməli, qız sayı neçədir? 66'dır. Oğlan sayı isə nədir? 42'dir. 42. Növbəti suala baxaq. Görə burada nə deyir? Deyir, əvvəlki il bu məktəbin 9-cu sinif şagirdlərin onların 30%, qızların isə 12% orta ixtisas məktəbinə gedib. 9-cu sinif şagirdlərin neçə faizi bu məktəbdə 10-cu sinifdə təhsilini davam etdirir? Baxaq, 30% gedib, əvvəlki il onların 30%, demək onların 70% qalıb. Onların 70% 42. Demək 9-cu sinifdə onların baxın 70% 10-cu sinifə keçib, 30% orta ixtisasa gedib. 30%'ni də tapmalıyam burada. 30% olsun x. İndi 70'in 30'a nisbəti bərabərdir 42'nin x-ə nisbəti. Burada 70'dən 30 ona ixtisar olur. 3'də 7. X alınır 18. Deməli, onların 18 nəfəri gedib kollecə. İndi qızların isə 12% orta ixtisas məktəbinə gedib. Deməli, 88% 10-cu sinifə keçib. 88%. Qızlarda 66 nəfərdir. 12% də kollecə gedib. Burada y deyirəm. 88'in 12'yə nisbəti
66'nın da y-ə nisbəti. Burada ixtisar olunur 11'ə. Burada 8. Burada 6. Burada y çıxır. Y bərabər olacaq. Y bərabər olacaq. 12'ni 6'ya vuranda 72. Ona 8'ə vuranda 9. Y 9. Deməli, qızların da 9 nəfəri gedib. İndi bizə deyir ki, 9-cu sinif şagirdlərin neçə faizi bu məktəbdə 10-cu sinifdə təhsilini davam etdirir? İndi 9-cu sinif baxaq. 66, 42 artıq bu 10-cu sinifdə təhsilini davam etdirir. Deməli, 66 üstə 42. Bu 10-cu sinifdə təhsilini davam etdirənlərdir. Bölünsün. Ümumi say 66 plus 42. Bir də kollecə gedənlər 18 və 9. 18 üstə 9. 66-dan 42-nin cəmi bizə verir 108. 108. 108. Bu da 27. Edir 135. 27 ixtisar olunur. 27 ixtisar edəndə 5'də 4. 5'də 4 hissə, yəni 80%. Deməli 80% artıq nədir? 10-cu sinifdə təhsilini davam etdirir. Gəlin növbəti sualımıza. Növbəti sualımız görə nə deyir? Yarışda ilk 3 yeri tutan komandalara verilən pul komandaların tutduğu yerlərin nömrələri ilə tərs münasibdir. Bu yarışda ilk yeri tutan komanda neçə manat pul verilmiştir? Baxın, burada şərt vardır. Bilik yarışı üçün ayrılan 1200 manat pulun 55% ilk 3 yerə tutan komandalara verilmiştir. Əvvəlcə 1200'ün 55%'ni tapmalıyam. 1200 vur 55 böl 100. Bu da bərabərdir 12 vurulsun 55. Bu da bərabərdir 660 manat. Deməli 660 manat veriləcək nəyə? İlk 3 yerə. Dedik yarışa ilk 3 yerə tutan komandalara verilən pul komandaların tutduğu yerlərin nömrələri tərs münasibdir. Bu yarışda ilk yeri tutan komandaya neçə manat pul verilmiştir? Yəni burada 1'də 1 olacaq. Burada 2'də 1. Burada isə nə olacaq? 3'də 1 olacaq. Burada da nisbətləri bu şəkildədir. Hər birini 3'ə yox 6'ya vursam, deməli 6 böl 3 və böl neçə olacaq? 1 olacaq. Deməli birinci yer tutan komandaya 6x qədər veriləcək, ikinciyə 3x, burada isə x. Cəmi 10x bərabərdir 660'a. X alınır 66. X tapdıq 66. İndi deyək ki, ilk yeri tutan komanda. İlk yeri tutan komanda 6x qədər pul alıb. 6'nı da 66'ya vursaq, olacaq 6 və 6, 36, 3 yadda 39, 396. Deməli, birinci yerə tutan komandaya 396 manat pul verilib. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.